Salam değerli abituriyentlər, bildiyiniz kimi 5 aprel DİM tərəfindən 9-cu siniflər üçün qəbul buraxılış imtahanı keçirildi. Ümumi götürsə imtahan asan idi. Qrammatika suallarından da gördüyünüz kimi digər bundan əvvəlki mətni də artıq kanalda paylaşmışam. Bədii mətn idi. Onda suallar asan idi. Baxaq indi arxitektura mətninə. Mətni oxuyaq, sonra sualları müzakirə edək. Bu isə publisistik üslubda olan bir mətindir. Başlayaq oxumağa. Qələmimizi götürək, başlayaq. Arxitektura binaların digər tikinti obyektlərinin layihələndirmə sənətidir. Arxitektorların əsas vəzifəsi binaları möhkəm, öz təyinatına uyğun yaratmaqdır. Deməli, bu biri buradan işarə eləyək. Demək ki, bundan sual var. Sonra qədim tikililər sadə idi. Samandan və ya gildən düzəldilərək küləkdən, yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Təqribən 5000 il əvvəl Mesopotamiyada qurudulmuş gil kərpiclərdən ancaq bir otaqdan ibarət evlər tikirdilər. İnşaatçıların ustalığı təkmilləşdikcə, yeni texnologiyalar meydana çıxdıqca insanlar daha mürəkkəb binalar tikməyə başladılar. Bizim eradan əvvəl 2600-1000-ci illərdə qədim Misirlilər fironlar üçün daş bloklardan istifadə edərək məqbərələr, nəhəng piramidalar tikirdilər. Avropa arxitekturası bizim eradan əvvəl 7-ci əsrdə qədim Yunanistanda yaranmışdı. Yunan arxitektorlarının 450 il ərzində yaratdıkları klassik stilin əsas əlaməti mərmərdən və ya adi daşdan düzəldilmiş zərif sütunlardır. Qədim Yunan arxitekturasının bəzi nümunələri bizim günlərə qədər gəlib çatmışdır. Romalılar Yunan arxitektura stilini təkrar etməklə yanaşı, deməli bu Romalılar nə edirdi? Yunan arxitektura stilini təkrar etməklə yanaşı öz tikinti texnikalarını, yarımdairəvi tağları, günbəz şəkilli damları yaratdılar. Tağlar çox böyük çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa, indi burada baxaq görək nə olacaq. Bizim eradan əvvəl 1300-cü illərdə artıq Romalılar ictimai hamamlar, saraylar, körpülər, nəhəng idman meydanları olmaqla çoxlu tikililər yaratdılar. Orta əsrlərdə Avropa arxitektorları, işarələyək, binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. Deməli, bu Avropa arxitektorları yeni üsullar icad edirlər. 12-ci əsrin ortalarından başlayaraq 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında gotik stil üstünlük təşkil edirdi. Deməli, 3-cü nömrələnmiş sözümüz buradadır. Bir çox gözəl binalar bu stildə tikilmişdi. Gotik binalar üçün daliti uclu tağlar, hündür tavanlar və pəncərələrdə vitrajlar xarakterik idi. İtaliyada 14-cü əsrin sonunda başlayan intibah dövrü arxitekturasında yeni istiqamətlər meydana çıxdı. Arxitektorlar artıq təkcə kilsə tikməklə kifayətlənmir, yaşayış yeri və ictimai binaların layihələrinin də hazırlanmasına xüsusi diqqət yetirirdilər. 16-cı əsrdə bəzi arxitektorlar işləri sayəsində tanındılar. Həmin vaxtdan etibarən yaxşı arxitektorlar, baxın 6-cı sözdə buradadır. Həmin vaxtdan etibarən yaxşı arxitektorlar heç vaxt işsiz qalmırlar. 47-də nə deyir bizə? Əvvəlində hansı Roma rəqəmi yazılmış cümlə özündən əvvəlki abzasın davamı olmalıdır. Baxaq indi. Əvvəlində Roma rəqəmi yazılmış. Ümumiyyətcə, bax, bildiyiniz kimi mətni oxuyarkən əvvəlində Roma rəqəmləri, bax bu cür Roma rəqəmləri varsa, belə işarələr varsa, baxın üçbucaqda dairədir, sonra üzəri rəqəmlənmiş. Bu hissələrdə daha çox diqqətli olmaq lazımdır. Mütləq ki, oradan sual var. Yəni elə belə yerə bunu rəqəmləməyib və ya bura Rum rəqəmi yazmayıb, bura hər hansı bir işarə qoymayıbdır. Yəni mətndə əsas diqqət yetirilməli məqamlar bunlardır. Burada qədim tikililər sadə idi, yeni fikirdir. Burada yəni olmaz.
Sonra ikincidə Avropa arxitekturası. Baxaq, Avropa arxitekturası bizim yerdən əvvəl 7-ci əsrdə qədim Yunanistanda yaranmışdı. Burada da yeni fikirdə olmaz. Sonra üçardadır. Orta əsrlərdə Avropa arxitektorları binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. 4-ə baxaq, bir çox gözəl binalar bu stildə tikilmişdi. Gotik binalar üçün dar, itoçlu tağlar, hündür tabanlar və pəncərələrdə vitrajlar xarakterik idi. Baxın, burada bu stildə tikilmişdir deyəndə söhbət nədən gedir? Old Gothic stilindən gedir, düzdür? Bundan da əvvəlki cümlədə bu Gothic stilindən danışıb da, deyir ki, 15-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasında Gothic stili üstünlük təşkil edir. Sonra həmin bu stildə tikilən binalardan danışır deyə növbəti də biz 4-ü, əvvəlində 4 yazılan Roma rəqəmi. Bax, bu hissəni neyəcəyik? Özündən əvvəlki gəlin abzasının davamı olmalı deyə bunu götürəcəyik. Ona görə doğru cavab D olmuş olacaq. Sonra burada da artıq intibah dövründən, 5-də də yenə intibah dövründən danışır deyə yeni fikirdir, davam ola bilməz. Doğru cavab burada D olacaq. 48-ə baxaq. Mətndə tünd qara hərflərlə verilmiş söz hansı cümlədə kontekstdəki mənasında işlənmişdir? Baxaq, görə tünd qara hərflə verilən söz məcazidir, yoxsa həqiqidir? Tağlar çox böyük çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa, binaların qurulması həqiqi mənadır. İndi buna uyğun mənanı variantlardan seçək. Əsgər gələcəyi düşünür, xəyalında planlar qururdu. Burada məcazidə olmaz. Döyüşçülər düşmən hücumunun qarşısını almaq üçün sədd qurdular. Sədd qurmaq burada həqiqi mənadadır. B-ni götürəcəyik. C-də sülh danışıqları aparmaq, qarşı tərəflə diyaloq qurmaq məcazi. Saatı qurduqdan sonra başını yastığa qoyub rahat yuxuya getdi. Bu da məcazidir. Koroğlu dəlilərlə Çənlibelə qayıtdı, yeni məclis qurdu. Burada da olmayacaq. Doğru cavab B variantı. 49-a baxaq. Mətndə nöqtələrin yerinə uyğun olan ifadəni müəyyən edin. Nöqtələr haradadır? Deməli, nə deyir burada? Tağlar çox böyük çəkiyə davam gətirir. Arxitektorlara böyük, möhkəm binalar qurmağa nə olacaq? İmkan verirdi, ehtiyat edirdi, nəzər yetirirdi, söz verirdi, göstəriş verirdi. Əlbəttə, imkan verirdi. A variantı. 50-də cədvəldə əsasən uyğun fikirləri müəyyən edin. Doğrudan doğru, yanlışdan da yanlış seçməliyik. A variantında 2, 3, 5 verib. Gəlin variantlar üzrə gedək. Baxın, deyir, kilsə, qala və qəsrlər orta əsr Avropa memarlığının tərkib hissələridir. Burada 2-ni doğrudur götürəcəyik. 3-də Romalılar Yunan memarlıq stilindən də Yunan memarlıq stilini istifadə etmədən öz tikinti texnikalarını yaratdılar. İstifadə edirdilər axı. Buna görə yanlış olacaq. Sonra 5-ə baxaq. Gotik tərzi həm orta əsrlər memarlığı, həm də piramidalar üçün xarakterik idi. Bu da yanlışdır. Elə 2, 3, 5 bizim doğrumuz olacaq. Digərlərinə də gəlin baxaq. Yunan arxitekturasına aid heç bir nümunə müasir dövrümüzdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Xeyr, müasir dövrümüzə qədər də gəlmişdir. Baxın, burada verir həmin o hissəni. Yəni, intibah dövrü arxitekturası bu hissədə var. Yanlışdır o. Sonra buradan qədim tikililər insanları təbiət hadisələrindən qorumağa xidmət edir. Bu da doğrudur, yanlışın adda olduğu üçün götürmürük. Və doğru cavabımız A olmuş olur. 51-də mətndə bu haqda məlumat var. Mətndə bu haqda məlumat yoxdur. Baxaq. Hər dövrün memarlıq üslubu özünə məxsusluğu və rəngarəngliyi ilə seçilir. Bəli, hər dövrün, yəni qədim dövr üçün də orada verib. Baxın, intibah dövrü üçün də veribdir. Ona görə biri götürəcəyik. Sonra kilsə tikintisi Avropada müasir dövrümüzdə də davam edir. Bu 51 üçün bu yanlış olacaq. Götürməyəcəyik ikini.
Sonra 3 əsrə yaxın bir müddətdə gotik tərzi Avropa arxitekturasında aparıcı rol oynayıbdı. Bəli, burada ilə gotik arxitekturasından danışılır. Baxın bu hissədə deyir gotik stil üstünlük təşkil edir. Ona görə 3'ü götürəcəyik. Ənənəvi binalardan fərqli olaraq müasir tikililərdə daha çox şüşə materiallardan istifadə olunur. Bu haqda məlumat yoxdur. 4'ü götürəcəyik. Avropa arxitekturasının əsasının qoyulması eramızdan əvvələ təsadüf edir. Bəli, bu haqda məlumat var idi. Ona görə biz 1, 3, 4'ü götürmüş olacağıq Y variantı. Sonra 52'yə baxaq. Mətni genişləndirə bilən cümlələrə əsasən uyğunluğu. Giriş əsas nəticə hissəni veribdir. Gəlin baxaq. İnsanların istirahət və fəaliyyəti üçün tələb olunan məkan mühitini əmələ gətirən bina və qurğular memarlığın əsasını təşkil edir. Bunu giriş hissəyə yaza bilərik. Fransada əsası qoyulan möhtəşəm vahiməli görünüşü ilə fərqlənən bu stildə Almaniya, Çexiya, Avstriya və İngiltərədə kilsələr tikməyə başlanıldı. Artıq bu gələcək əsas hissəyə olmuş olacaq. Təkrarsız estetik zövqə malik olan belə məşhur arxitektorlar sifarişçilərin tələbini həmişə əsas götürərək bu gün də işlərini yüksək səviyyədə yerinə yetirirlər. Bunu gəlib C nəticə hissəni C-ni buraya yazacağıq. Baxın bu tərəfdə sonda deyirik. 16-cı əsrdə bəzi arxitektorlar işçiləri sayəsində tanınırlar. Həmin vaxtdan etibarən yaxşı arxitektorlar heç vaxt işsiz qalmırlar. Yəni işlərini yüksək səviyyədə yerinə yetirdikləri üçün bu C-də deyir. Baxın. Ona görə C-ni buraya yazırıq. Sonra D-də nə deyir? Həmçinin inşaat incə sənətidir. Gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Bu D-ni giriş hissəyə yazacağıq. Həmçinin inşaat incə sənətidir. Gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Baxın bu hissəyə, giriş hissəyə yazmış olacağıq. Sonra Y-də 16-cı əsrin sonlarına qədər davam edən bu dövrdə mürəkkəb və asimetrik cizgilər dəyişdirildi və nizami sütunlar göz şəkilli tağlarla neynədir? Əvəz olundu. Yeni də yazacağıq əsas hissəyə. Deməli 1'ə AD, 2'yə BY, 3'ə də C olmuş olacaq doğru cavabımız C variantı. Sonra 53'ə keçid edək. Mətndə üzərində rəqəm yazılmış ifadələr əsasında müəyyən edin. Bu sözlə əvəz edilə bilər. Bu sözlə əvəz edilə bilməz. Gəlin baxaq, bir görək, bir də nədir? İşarələnmiş söz. Arxitektorların əsas vəzifəsi binaların möhkəm öz təyinatına uyğun. Təyinatı biz quruluşla götürə bilərikmi? Götürə bilmərik, olmayacaq. Sonra 2'də baxaq, 2'də nə verib? Cansızla əvəz edib orada. 2 hardadır? Aha. Baxın burada klassik stilin əsas əlaməti mərmərdən və ya adi daşdan düzəldilmiş zərif sütunlardır. Sən burada zərifi cansızla əvəz edə bilmərsən. Ona görə 1, 2 hansında var? Çıx. Cavab olacaq Y. Amma yenə də baxaq. 3'ə üslub verib. 3 işarələnmiş sözümüz hardadır? 3. Baxın, gotik stili stil, üslub əvəz edə bilərsiniz. Ona görə 3'ü götürəcəyik. Bu sözdən əvəz edilə bilməz. Aha. Baxaq, 4'də səciyyəvi sözünü verib. Xarakterik səciyyəvi bu ola bilər. Bəli, əvəzləyə bilərik. 4'ü götürməyəcəyik. Dəyərlər ucbatından. O ikisinə də bir yerdə baxaq. İstiqamət, dəyər sayəsində ucbatından doğrudur. Demək ki, elə doğrumuz Y olmuş olacaq. Mətndə əvvəlində işarə qoyulmuş sözləri məcazi və ya həqiqi mənada olduğunu və həmin sözlərin mətndəkindən fərqli mənada işləndiyi cümlələri müəyyən edin. Baxaq, deməli romb işarəsi olan
Deyir, qədim tikililər sadə idi, samandan və ya gildən düzəldilərək. Buradan düzəldilmək həqiqidir. Biz buna məcazi verməliyik. Onlar özlərinə sığınacaq düzəltdilər. Bu yanlışdır, olmayacaq. 2-də üçbucağa verib həqiqi mənadadır. Baxaq. Binalar tikməyə başladılar. Aha, doğrudur. Burada nədir? Onlar arasındakı dostluq binasının əsası çoxdan qoyulmuşdu. Aha, bax, bu həqiqidir, bu da məcazi, doğrudur. 2-ni götürəcəyik buradan. Sonra kvadrata verib məcazi mənadadır. Baxaq kvadrata. Tağlar çox böyük çəkiyə davam gətirir. Arxitektorlar böyük möhkəm binalar qurmağa. Bax, çox böyük çəkiyə davam gətirmək. Burada verib məcazidir. Mikayıl Müşfiqin Azərbaycan poeziyasında öz yeri, öz çəkisi, bu da məcazidir. Ona görə 3 olmaz. 4-də dairəyə verib həqiqi mənadadır. Baxaq. Körpülər nəhəng idman meydanları olmaqla çoxlu tikililər yaratdılar. Baxaq, indi burada həqiqi məna doğrudur. İndiki gələcək nəsil arasında mənəvi körpü bu artıq məcazidir. Ona görə 4 doğru olmuş olacaq. Doğru cavabımız 2-4. Sonra 55-də nə deyir? Arxitekturada istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru təkmilləşmişdir fikrinin mətndəki 2 faktla əsaslandırıb yazın. Aha, baxaq mətnimizə. Baxın, deyir sadədən mürəkkəbə doğru. Həmin hissədə bax buradadır. Deyir ki, qədim tikililər sadə idi. Samandan və ya gildən, baxın, samandan və ya gildən düzəldilərək yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdur. Baxın bu hissə. Bir də gələcək sadədən mürəkkəbə doğru, hansı ki bu gotik stilini yaza bilərsiniz. Bu ikisini fakt kimi göstərə bilərsiniz. 56-cı sualda artıq cədvəl sualıdır. Bildiyiniz kimi bu cədvəl cavab kartında olduğu üçün biz bunu görə bilmirik. Belə, sağ olun, növbəti izahlarda görüşənədək.